De ki, ey insanlar, dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir. Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma. Allahı qoyub sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalimlardan olarsan. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, ona dua edin. Allahdan başqa heç kəsə dua etməyin. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm.